Sərxoş albalı tortu sevdiyim tortlardan ilk üçlükdədir. Hazırlanması isə çox sadədir. Yumurtanın ağını şəkər tozu ilə qarışdırdım. Sarıları da ayrıca şəkər tozu ilə qarışdırıb bir-birinə qatdım. Kənarda quru ərzaqları, un, qabartma tozu və kakaonu qarışdırıb yumurtalı qarışıma əlavə etdim. Sıra gəldi albalını sərxoş etməyə. Albalının tumunu çıxarıb üzərinə şəkər tozu və çaxır əlavə edirəm. Biskvitim hazırdır, soğuyana qədər kremi hazırladım. Kremi isə qatlaşdırılmış süd və yağdan ibarətdir. Gördüyünüz formada üzərini kəsib, içini isə bu cür çıxarıram. Çıxartdığım içlikdən biraz kənarlarını bəzəmək üçün saxlayıb, qalanını isə kremə qatıram. Albalını süzdükdən sonra suyu ilə biskviti islatdım. Özünü isə kremə əlavə etdim. Nəhayət tortu yığıram. Biskvitin üzərinə kremi əlavə edib üzərini bağladım. Və qanaş hazırlayıram. Qaymaqlı şəkər tozunu qaymaq qaynayana qədər qarışdırıb şokoladın üzərinə əlavə etdim. Üzərinə biraz da kərə yağı əlavə edib yaxşıca qarışdırdım. Tortun hər tərəfini tutacaq qədər əlavə etdim. Kənarlarını ovuntularla, üzərini isə vişnə ilə bəzədim. İnanılmaz dadlı alındı.